Həqiqətən Allah böyükdür, bunu unutmayın dostlar. Allah təkdir, Allahın qüdrəti var, Allah ədalətlidir dostlar. Görürsünüzmü? İsrail 3 milyard müsəlmanın gözü önündə İsrail müsəlmanlara divan tutur, qətliam törədir, soyqırım aparır. Allahın ədaləti ədalətdir. Görürsünüzmü? İsrail ot tutub yanır. Hətta İsrail meydası deyir ki, ağaclar kökündən deyir yanmağa başlayıb. Bu deyir insan əli olmadan baş verə biləcək bir şeydir. Siz təsəvvürsünüzmü? Biz müsəlmanlar, hətta bu gün Azərbaycan xalqının içində bu gün bu şeytanlara dəstək verən, bu şeytanları, bu iblisləri özünə dost qardaş hesab edənlər var. Görürsünüz? Allah ədalətini gecikdirmədi. İsrail ot tutub yanır ay millət. Ağaclar kökündən yanmağa başlayır. Siz müsəlmanlar, biz müsəlmanların gözü önündə. Azərbaycandakı o şeytanlar var, İsraili özünə dost qardaş hesab edənlər. O oğraşın balaları, şərəfsiz binamuslar. Hətta İlham Əliyev, sən çox şərəfsiz oğraş adamsan. İlham Əliyev İsrailin yaranma gününü təbrik eləyir. Və deyir ki, İlham Əliyev, özümün və xalqımın adından. Sən pox yirsən İlham Əliyev. Sən kimsən mənim xalqımın adından danışırsan? Ay oğraş şərəfsiz binamız. Sən kimsən mənim xalqımın adından danışırsan? Mən özümün və xalqımın adından İsraili, dost, qardaş İsraili yaranma gününə. İsrail nə vaxtdan yaranıb, oğraş? Və indi burada durub mənə deyəcəkləri, bəs Xodalında deyir, ermənilər belə yanda, bəs Bələstin haldaydı. Ay ananın ağzına verim sənin. 47-ci ildən bəri İsrail Fələstinə divan tutur. Və Azərbaycan sən hardaydın onda? 47-ci ildən bu yana gəldi, qapı açdı və bu gün İsrail o qonaq gəldi evi bombalayır. Savadsız xalqdır da hardan biləcək? DTX, prezident aparatı, cəmaatın beyninə yedibdir. İsrail bizə müharibədə dəstək olub da. Ağzınıza soxum sizin. İsrail dəstək olmayıb və pulla silah satıb sizə. Nə dəstək olub, Siz görmürsünüzmü o videoları? Uşaqların tikələri küçələrə səpələnib. Uşaqların yatdığı yerdə bombalayıb öldürürlər, yuxuda öldürürlər. Ay oğraş binamuslar, siz İsraili dəstəkləyirsiniz. İt balaları, it küçüyün doğduqları. İsrail indi Azərbaycandan yanğınları söndürmək üçün kömək istəyir. Sən oğraşın balası olasan İlham Əliyev. Ora sən bir dənə fövqəladın yanğın söndürəni göndərəsən sən. Anan onsuz da qəhbədir, atan peysər petuq olubdur. Ondan da betər olarsan sən. Və buradan xalqa səslənəm. Bu cür İsrailin törətdiyi bu oğraş vəhşiliyə dost qardaş deməyin, susmayın, siz də paylaşın. Dünyanın gözü önündə qətliam törədir. Hamilə qadınların uşaqları qarnından düşürüb, onu belə bombalayırlar. Siz nətər adamsınızsa İsraili dəstəkləyirsinizsə, şeytan olmaq lazımdır İsraili dəstəkləmək üçün. Dəhşət, mən bura prost göstərə bilmirəm, şəkillərlə necə baş. Sadəcə bunu göstərəm ki, baxın, İsrail necə alovlar içində yanır. Allah bu dünyada hər bir bəndəsinə yaşatdırdığını yaşamadan, özünə yaşatdırmadan onun canını almır. Allah İsrailin bəlasını versin. Onu dəstəkləyənlərin də Allah bəlasını versin. Onu dəstəkləyənlərin Allah balasından çıxartsın. Oğraş olmayın, kişi olun, Onsuz dünyanın axırı gəlib. Dünyanın axırını bunlar gətirmək istəyirlər. İsrail gətirmək istəyir dünyanın axırını. Mehdini, İsa'nı çıxartmaq istəyirlər. Tez bir zamanda dünyanın axirət qoparmaq istəyirlər bunlar. Kişi olun, Şeytanlara dəstək olmayın, Onsuz İlham Əliyev hakimiyyəti oturubdur. Arvadını, ailəsini satıbdır İsrailə. Bilirik bunu. Amma biz xalq olaraq niyə dəstək olmuruq, Kişi olun, Ermənilər deyir, ermənilərə dəstək ver. Poxu niyə vaxt dəstək olub, Fələstin ermənilərə? Ay oğraş, bir gir aç bax, şeydə bax, Təl-Əviv şəhər, İsraildə erməni soyqırım abidəsi var. Erməni soyqırım abidəsi var. İsraildə 2-3 dənə erməni soyqırım küçəsi var. Gir bir araşdırın, baxın, onu da deyəsiniz. Lənət olsun İsrailə. Bax, Allah cəzanızı verir.
Yanır, ot tutub yanırsınız. Bəs bilmirdiniz uşaqları orada bombalayanda, uşaqların bədəni bir yanda, qolu ayağı bir yanda, orqanları, bağırsaqları çıxır çölə. Balaca günahsız körpənin.